Aleluya. Rəbbimizin adına izzət olsun. Bəli. Biz atadayıq. Ata isə bizdədir. Biz keçən dəfə danışdıq da ki, biz özümüzə qayıtmalıyıq və biz sonda tövbə elədik. Və tövbə nədir? Onun izahını danışdıq ki, tövbə nə deməkdir? Tövbə barədə. Biz danışdıq ki, biz onlayn şəxsiyyət olmalıyıq. Yəni biz daim Rəbbi ilə açıq, liniyalarımız açıq olmalıdır. Ünsiyyətimiz Rəbbi ilə daim açıq olmalıdır. Biz gah Allah da əlaqədə olub, gah Allah da əlaqədə olmalı deyilik. Belə olmalı deyil. Biz daim onlayn olmalıyıq və onun üçün keçən dəfə dedim, əgər sən ayda bir dəfə bu yığıncağa bir təri özü çatdırıb, bu yığıncaqda iştirak edirsənsə, yəni sənin vəhlərində elə ayda bir dəfə bir təri olacaq da, yəni 168 saat var həftədə və onun bir saatını sən Rəbbə, bazar günü Rəbbə ayırmırsansa, sən nə gözləyirsən ki, alasan, nə açılsın sənə? Sən əgər bir gülün yanından keçirsənsə, sən onun iyini necə başa düşə bilərsən, onun iyini necə ala bilərsən, elə bilə burnun qırağından altından bir gülün ətini keçəcəkdir, qurtardı, getdi. Amma o ki, çiçəyi götürürsən, buna yaxınlaşdırırsan, onu iyniyirsən, dərindən ürəyə alırsan, nəfəsə alırsan, o sən yadında qalır, o sən ürəyində qalır. Ona görə də sənə lazımdır ki, heç olmazsa həftədə bir saat özü ayıra biləsən, özün üçün vaxt edə biləsən. Özün üçün vaxt ayıra biləsən ki, Rəbbi ilə görüşəsən, onlayn olasan. Çünki bugünlərin bu dərsə qulaq asanlar keçən həftə qulaq asanlardan düz alınmayacaq. Çünki keçən həftə sən nəyəsə qulaq asmadın, bugünlərin təzdən ona qulaq asırsan. Orta məktəbdə də belədir. Bir gün dərsə gəlməyəndə səhərsi günü bilmirsən, orada nə baş verir, nə gedir. Və biz danışdıq ki, biz özümüzə qayıtmalıyıq. Yəni biz onlayn olmalıyıq. Biz canlı olmalıyıq. Hər zaman vəh ala bilmək üçün biz beynimizi onlayn, daim Rəbbi ilə ünsiyyətdə olmağa öyrətməliyik. Biz düşüncələrimizi öyrətməliyik. Biz sinir sistemlərimizi öyrətməliyik ki, sən daim onlayn olmalısan. Çoxlarımız da deyirdi ki, zapisə baxacaq, yazı var, sonra yazıya baxarıq. Və mən dedim ki, keçən dəfə sən deyəndə ki, biz zapisə baxacaq, əksərəl yoxdur da, erişəndir, danışsın, sonra mən zapisə baxaram. Mən izah elədim ki, sən belə deyəndə, sən Rəbbə, Rəbb, sən danışma, sonra Peyğəmbər mənə danışacaq, sonra zapis mənə danışacaq deyirsən. Buna təxirə salma hərəkəti deyilir. Və mən misal da gətirdim ki, İsraillilər Musa ilə birlikdə olanda da belə oldu. Onlar nə dedilər? Dedilər ki, Allah dedi ki, onları çağır, onlarla görüşəcəyəm, onların gözü önündə dağın qarşısına inəcəyəm. Sözə bax, onların gözü önündə dağın qarşısına inəcəyəm. Onların gözü önündə nə deməkdir? O hər an o dağdadır, amma indi mən sənin gözünə görünəcəyəm. Sən ki, sahib məni gəlirsən bu bazar yığıncağına, mən sənə görünəcəyəm. Sən ki, sahib gəlirsən, sən ki, sahib bu dağın ətəyinə gəlirsən, sən Musaya qoşulub bura gəlirsənsə, mən sənə görünəcəyəm. Oxuyuram həmən yeri. Çıxış kitabı 19-cu fəsil 10-cu və 11-ci ayə. Rəbb Musaya dedi, xalqın yanına get və bugün və sabah onları təqdis et. Qoy paltarlarını da yusunlar. Üçüncü gün hazır olsunlar. Üçüncü günə hazır olsunlar. Çünki üçüncü gün bütün xalqın gözü qarşısında Rəbb Sina dağına inəcək. Yəni mən sənə görünəcəm, sənin gözünün qarşısında.
Heç bir dağın qarşısında mən enməyəcəm. Heç bir günəşin qarşısında, heç bir dolların qarşısında mən görünməyəcəm. Heç bir imarətin, heç bir var dövlətin, heç nəyin qarşısında görünməyəcəm. Mən sənin gözün önündə görünəcəm, gözün önündə inəcəm. Budur onlayn olmaq, budur həqiqətən də onu gözləmək, budur həqiqətən də onun görüşünə gəlmək. Çünki üçüncü gün bütün xalqın gözü qarşısında Rəbb Sina dağının üzərinə inəcək. Və biz sonra nə gördük? Biz sonra gördük ki, bütün 18-20'de oxuyuram. Bütün xalq göy gürültüsünü, şimşəkləri, şeypur səsini, dağın tüsləməsini eşidib görəndə qorxub sarsıldı və uzaqda durdu. Musaya dedilər, sən bizimlə danış, biz də eşidək. Qoy Allah bizimlə danışmasın, yoxsa ölərik. Gör bunlar Allahın görüşünü ölümlə əvəz edirlər. Və ona görə də heç vaxtı bazar yığıncağını sonraya saxlama, bazar yığıncağını ölmüş zapisə saxlama, yoxsa ölərik. Yəni sonra yoxsa zapisə qulaq açarıq. Yoxsa daş lövhələrə, danışmayan daş lövhələrə baxarıq. Özləri də bilmədən bu sözləri onlar işlədiblər. Musa nə verdi? Musa onlara bir zapis gətirdi, bir daş lövhə gətirdi, bu barədə danışdı. Və biz bildik ki, Musa xoşbəxt idi. Ən yaxşısı Musaya çatdı, zapisə baxanlara isə, zapisi gözləyənlərə isə bir dənə daş lövhə gəldi. Ona görə də mən səni taxta həyat düşüncəsinə dəvət edirəm. Mən səni daim onlayn olmağa dəvət edirəm. Mən keçən dəfə dedim ki, sən həmişə bu vəziyyətdə olmalısan. Sən bunu deyə bilməlisən ki, mən ödəyə bilərəm hər şeyi. Mən gələ bilərəm. Mən işə sala bilərəm. Mən efirdə ola bilərəm. Mən zəngin ola bilərəm. Bu sözləri sən deməlisən, dayanmadan. Və indi və bugünü yaşamalısan. Və mən sizə xəbərdarlıq elədim ki, əgər sən deyirsən ki, sonra zapisə baxaram, sən sonra ilə xoşbəxt olmayacaqsan heç vaxtı. Sonra ilə xoşbəxt olmaq mümkün deyil. Və sənin haqqında fikrimi dedim. Dedim ki, mənim sənin haqqında bir fikrim var ki, sənin 33 yaşın var. Amin. Səmavi səltənətdə, göylərdə yalnız çiçək açan, su kənarında əkilən, dəbdəbəli, böyük ağaçlar var. Rəbbin evində əkilən ağaçlar var və bunlar sənsən. Özünü sonraya saxlama, onlayn ol həmişə. Həmişə onlayn ol, özünü sonraya saxlama. Özünüzü təxirə salınmış vəziyyətdə yaşamağa öyrətməyin. Əhdetik nə deyirlər? Sonra zapis. İbranilərdən oxudum, yadınıza salıram, hələ təbliğə başlamamışıq. İbranilərə məktubda oxudum ki, 11-ci fəsil 13-cü ayda ki, bunların hamısı imanlı olaraq öldü. Vəd edilən şeylərə nail olmadılar. Amma bunları uzaqdan görüb salamladılar və özlərini yer üzərində yad və qərib olduqlarını iqrar etdilər. Çünki sonra zapis statusunda bu vədləri əldə etmək mümkün deyil. Allah canlı olaraq onlarla ola, onlar düşündülər ki, bu nə vaxtsa baş verəcək, bu nə vaxtsa olacaq. Və sonra mən nə barədə dedim ki, bizə öyrədiblər ki, iki əhd var, köhnə əhd və yeni əhd. Mən dedim ki, əslində Allah nə o vaxt, nə də bu vaxt heç vaxt insandan ayrı olmuyor. Əslində nə köhnə əhd var, nə də ki yeni əhd. Bunlar insanların düşündüyü, yaratdıkları sistemlərdir. Bunlar bir oyunlardır ki, insanlarla bu oyunu oynayırlar. Allahın əhdi yoxdur, onun heç bir əhdi yoxdur, onun əhdi sənsən. Onun hər şeyi sənsən. Onun üçün nə köhnə əy yoxdur, nə yeni əy yoxdur. Sən həmişə oğul olmuşsan, sən heç vaxt oğulluqdan məhrum olmamısan. Sənin 33 yaşın var, püçök, qutardı, vəssalam. Kəlam deyir ki, vəd olunan şeylərə nail olmadılar. Bəs kimə dedik ki, mümkündür vədlərə nail olmaq?
burada və indi yaşayanlara, onlayn olanlara bütün vədlər açıqdır. Onlar nail olacaqlar. Bu belədir. Xoşuna gəlsə də belədir, xoşuna gəlməsə də belədir. Və biz keçən dəfə tövbə elədik. Və biz nədən danışırıq? Biz danışırıq o şeydən ki, özünə qayıt. Özünə qayıtmadan danışırıq biz. Biz danışırıq ki, sən özünə qayıtmalısan. Çünki özünə qayıtmaq nə üçündür? Bugün mən sizə danışacağım, özünə qayıtmağın yeri haradır, hara sən qayıdırsan. Özünə qayıtmaq, bütün imkanların olan yerə qayıtmaqdır. Başa düşürsən? İştirsən məni? Özünə qayıtmaq, özünə qayıtmaq. Bütün imkanların olan yerə qayıtmaqdır, evə qayıtmaqdır, ataya qayıtmaqdır. Məhz oradadır sənin bütün imkanların. Sənin bütün gücün, varın, dövlətin o yerdədir. Ki sən özünə qayıtdığın yerdir. Onun üçün özünə qayıtdığın yer bütün imkanların olan yeridir. Sənin bütün imkanlarının olan yeri oradır. Çünki Allah deyir ki, o mənim oğlum olmağı dayandırmadı. Allah deyir ki, sən mənim oğlum, sən günah elədin, eləmədin, sən nə elədin, nə etdinsə belə, sən mənim oğlum olmağı dayandırmadın. Biz həmişə onun oğlu olmuşuq və həmişə də onun oğluyuq. Sən nə etsən belə, atanın oğlu olmağı dayandıra bilməzsən. Çünki sənin onun oğlu olmaq statusun səndən asılı deyil, bu ondan asılıdır. Axı bu səndən asılı deyil ki, sən onu dayandıra biləsən, sonra xodlaya biləsən. Axı sənin bu fiziki atanın qızı və yaxud oğlu olmağı səndən asılı deyil. O sənin atandan, anandan asılıdır. Onlar səni dünyaya gətiriblər. Eləcə də sən nə etsən belə atanın oğlu olmağı dayandıra bilməzsən. Və ona görə də mənim ardımca denən, mən Allahın oğlu olmağı dayandırmamışam. Mən Allahın oğlu olmağı dayandırmamışam. Nə üçün mən bunu sizə bu günlərim deyirəm? Nə üçün biz bu günlərim bütün imkanların yeri olan ev barəsində deyirəm, sənin imkanlarına? Özünə qayıtmaq, bütün imkanları olan yerə qayıtmaqdır. Və nə üçün mən deyirəm ki, sən bunu deyilən ki, həmişə ki, ata və mən birik, mən yığıncağa bir gün başlayanda bir şeylə başladım. Mən bəlkə də bir 20 dəfə təkrar elədim ki, atam və mən birik. Atam və mən birik. Və onun üçün sənə deyim ki, indi təkrar elə ki, mən Allahın oğlu olmağı dayandırmamışam. Çünki şeytanın hücumu oğulluğu dayandırmaqdır. Şeytanın hücumu odur ki, səndə oğulluğu dayandırsın. Yadında da o İsa'ya sual verdi. Əgər Allahın oğlusansa, əgər Allahın oğlusansa, əgər Allahın oğlusansa. Niyə başqa söz demir? Çünki hücum oğulluğa idi. Başa düşürsən? Onun üçün o təkrar deyir ki, əgər Allahın oğlusan. Nə üçün deyirsən? Nə, bunu belə, bunu belə daşa dinən çörək olsun. Nə üçün deyir ki, əgər Allahın oğlusansa? Çünki bugün hücum oğulluğadır. Və sənə isə öyrədiblər ki, sən günah edərək oğulluğu dayandırmışsan. Bu mümkün deyil, oğulluq qanla gəlir, qanla, başa düşürsən? Oğulluq qanla gəlir, qanla, damarda axan qanla gəlir, sən onu dayandıra bilməzsən. Oğulluq ruhla gəlir, sən onu dayandıra bilməzsən. İsa'nın məsələləri dini ağlın dərk etməsi üçün əlçatmaz idi. İsa'nın çəkdiyi məsələlər dini düşüncəli insanların dərk etməsi üçün mümkün deyil. Dindarlıqda yaşayan insanların İsa'nın məsələlərini
eşidib, qəbul edib, onu başa düşməsi mümkün deyil. Buna görə də biz həmişə nə deyirik? İsa nə deyirdi? İsa nə deyirdi? Deyirdi ki, ehtiyatlı olun. Fəriseylərin mayasından, sədükeylərin mayasından özünüzü gözləyin. Nədir bu fariseylərin mayasından, sadükeylərin mayasından deyir, özünüzü gözləyin. Bunu harada deyir? Matta 16-cı fəsil 6-cı ayədə. Matta 16-6'da deyir ki, İsa onlara dedi, ehtiyatlı olun. Fəriseylərin və sadükeylərin mayasından özünüzü gözləyin. Çünki bu ikiyüzlülükdür. Bu insanı kör və dindar edir. İkiyüzlülük insanı kör və dindar edir. Nizami Gəncəvi bu arada yaxşı söz demişdir. Və niyə din ikiyüzlülüyə bərabərdir? Çünki təmiz bilik əldə edirlər. Din nəyə görə ikiyüzlülüyə bərabərdir? Çünki təmiz biliyi əldə edirlər. Amma kəlamda yazılır ki, vay halınıza ey qanunşünaslar. Çünki bilik qapısının açarlarını götürmüşsünüz. Özünüz bu qapıdan girmədiniz. Girmək istəyənlərə də mane oldunuz. Özləri girmədilər, girmək istəyənlərə mane oldular. Bu düşüncəli şəkildə kör olmağı seçməkdir. Haçar əllərindədir, düşüncəli şəkildə bilirlər ki, qapı budur. Özləri girmirlər və girmək istəyəni də qoymurlar. Bu düşüncəli şəkildə özün öz gözünü bağlamaq deməkdir. Görə kör olmaq deməkdir. Ona görə də İsa dindarlara dedi, amma indi görürük dediyiniz üçün günahınız üstündə qalır. Günahınız üstünüzdə qalır. Çünki deyirsiniz ki, görürük. Yahya 9-cu fəsil 41-ci ayədə. Amma indi görürük dediyiniz üçün günahınız üstündə qalır. Yəni görmə qabiliyyətli olmaq və dediklərimi başa düşməmək şuurlu bir səhvdir. Bu düşüncəli bir səhvdir ki, sənin görmə qabiliyyətin var, amma dediklərimi başa düşmək istəmirsən. Sən bunu bilərək, axı sən görürsən, bu o deməkdir. İsa deyir ki, amma indi görürük dediyiniz üçün günahınız üstünüzdə qalır. Amma nə dedi İsa onlara? Matta 13-cü fəsil 11-ci ayədə. O isə onlara belə cavab verdi. Eşit, mən də bugün erişən olaraq sənə deyirəm. Ey səmavi səltənətin vətəndaşları, mən bugün bunu sənə deyirəm. Səmavi padşahlığın sirləri Matta 13-11-də deyir ki, o isə onlara belə cavab verdi. Səmavi padşahlığın sirlərini bilmə qabiliyyəti sizə verilmişdir, lakin onlara verilməmişdir. Mən də erişən olaraq sənə deyirəm ki, səmavi səltənətin sirlərini anlamaq, bilmək, düşünmək qabiliyyəti sənə verilmişdir. Sizə verilmişdir. Ona görə də mənim arxamda təkrar edin. Denən mənə verildi. Mənə verilibdir. Mən kör deyiləm. Mən görürəm, mən eşidirəm. Çünki mən ilk növbədə daxili şəxsiyyətəm. Mən birincisi olaraq mən daxili şəxsiyyətəm. Daxilim isə ilahdır. Mən ilahi şəxsiyyətəm. İkincisi ne deyirəm sizə? İkincisi, bunu İsa kimlərə dedi? İsa bu sözü kimlərə dedi? Şagirdlərə dedi. Xeyr. Yazılmış ki, şagirdlərə və hamı gedəndən sonra yanında qalan xalqa dedi bunu. İsa adam çox idi. Şəkilə qulaq as, şəkilə baxın. Adam çox idi. Getdi yarısı. Burada deyir ki, İsa bunu tələbələrinə və orada qalan insanlara dedi. Bəs orada getməzdən qabaq orada adamlar var idi. Onlar da eşitdi axı. Nə olsun eşitdi? Amma kimə deyildisə onlar orada qaldı. Başa düşürsən? Və kimə indi deyilirsə onlar bu günlərim canlıdadır. Qulaq asırlar. Çünki şagirdlərə və hamı gedəndən sonra yanında qalan xalqa dedi bunu. Bax bunlar, həmən o şagirdlər,
ayrılmaq istəməyənlərdir. Online olmaq istəyənlərdir. O çox adama dedi. Amma kimlər yanında qaldı? Əgər o buradadırsa, bilirsən o adamlar nə düşünürdü? Niyə onun yanında qaldılar? Diqqətdən qulaq as. Tələbələr və o xalq vara qalmışdır. Onlar fikirləşdilər ki, əgər İsa buradadırsa, biz hara gedək? Ona görə olardı ki, bax İsa buradadır, biz hara gedək? Və mən də sənə sual verirəm, bugün bazar günüdür, yığıncaq var. Əgər İsa buradadırsa, sən harada axtarırsan xoşbəxtliyi, harada axtarırsan pulu, harada axtarırsan can sağlığını, harada axtarırsan həqiqəti, bax mənə bir cavab ver. Əgər İsa bugün buradadırsa, sən hardasan? Sən hardasan? Onun üçün də o kəslər ki, İsa'nın tələbələr və o xalq ki, İsa'nın yanında qaldı, onlar belə düşündülər ki, biz hara gedirik? Biz hara gedirik? O buradadır, biz hara gedirik? O kəslər ki, şəxsən qərarı aldılar, yaxın olsunlar. O kəslər ki, şəxsən qərarı aldılar, yaxın olsunlar və uzaq olsunlar. Nəydən yaxın olsunlar, nəyə yaxın olsunlar, nəydən uzaq olsunlar, nəyə uzaq olsunlar? O kəslər ki, qərarı aldılar ki, yaxın olsunlar, onlar İsa'ya yaxın olmağa qərar aldılar. O kəslər ki, qərarı aldılar ki, uzaq olsunlar, onlar İsa'dan başqa hər şeydən uzaq olmağı qərarı aldılar. Deməli, bu səninlə bağlıdır, bu sənin düşüncənlə, sənin fikrinlə, sənin şəxsiyyətinlə bağlıdır. Kiminsə vasitəsilə yox, onlar kiminsə vasitəsilə İsa'ya yaxın olmadılar. Şəxsən özləri vasitəsilə onlar İsa'ya yaxın olmaq və yaxud İsa'dan uzaq olma qərarına gəldilər. Bunu heç vaxt kiminsə üzərinə yıxma, heç vaxt eşənin üzərinə yıxma, heç vaxt başqa şəxsin üzərinə yıxma. Mən büyünlərim yığıncaqda olmaq istəydim, amma filan kəsə görə olmadım. Xeyr. İsa nə dedi onlara? Sən kiminsə vasitəsilə yox, sən şəxsən özün vasitənlə Allaha yaxın olmağı seçirsənsə, bu o deməkdir ki, İsa sənə deyib ki, səmavi padşahlığın sirlərini bilmə qabiliyyəti sənə verilmişdir. Bax, bütün sir, bax, səmavi padşahlığın bütün sirri sadəcə budur. Sən seçim edirsən. Səmavi padşahlığın belə kalabalıq, disturlarla həll olub bir təri açılası, tapılası sirləri yoxdur. Elə bilmə, səmavi səltənətin sirləri sizə açılmışdır deyəndə, orada nəsə distur, həndəsi fiqur, nə bilim, fizika, kimya, imtihan yox. Səmavi səltənətin sirri budur. Və bu sir sənə verilmişdir. Və sən bu sirdən artıq acaqsan, kimlər qalıbsa onlara verilir. Çünki İsa'nın arxası ilə gedənlər, onlara nə deyirlər? Seçilmişlər. Sən seçilmişsən, arxası ilə gedirsən. Mən demirəm, o birisilər cəhənnəmə gedir. Xeyr, sadəcə onlar öz yolları ilə gedirlər. Və sən demə, hər şey sənin qərarından asılıymış. Sən demə, hər şey ona görə sənin qərarından açılıdır ki, sizə verilibdir, sənə verilib, səmavi səltənətin sirlərini bilmə qabiliyyəti sənə verilibdir. Çünki yenidən doğulmaq, ruhdan doğulmaqdır. Və dinən, mənim arxamca dinən deyəndə qoy için hiss eləsin. Dinən göydən doğulmaq, ruhdan doğulmaqdır. Yəni, Allahdan doğulmaqdır. Qoy için titrəsin. Qoy ürəyin, böyrəyin, ciyərin daxilində titrəsin və bu titrəyişi hiss elə. Ağrıtsa belə, bu
pislik üçün ağrı deyil. O daxilində olan bütün çatışmamazlıq titresin. Denən göydən doğulmaq, ruhdan doğulmaqdır. Denən mən oyam, mən o doğulanam. Biz ruhun doğulması haqqında danışanda, Yahyanın müjdəsi 1-ci fəsil 9-cu ayədə yazılır ki, dünyaya gələn hər bir insanı bu işıq işıqlandırır. Başqa bir yerdə yazılır ki, 1-ci Yahya 5:20-də Allahın oğlu İsa bizə işıq və ağıl verdi. Yahya'nın 1-ci məktubu 5-ci fəsil 20-ci ayədə deyir, bunu da bilirik ki, Allahın oğlu gəlib bizə haqq olanı tanıtmaq üçün dərrakə verdi. Yəni, işıq verdi, ağıl verdi, yeni düşüncə verdi, nur verdi, ziya verdi. Demir ziyalı adamdır, nurlu adamdır. Yəni, nurlu adam, ziyalı adam o demək deyil, təpəsində lambuşka yanır. Lazım olanda lambuşka da yanacaqdır. Amma ziyalı, nurlu adam o demək ki, yəni, düşüncəsi düzgündür və İsa Məsih bunu da bilirik ki, Allahın oğlu gəlib bizə haqq olanı tanımaq üçün dərrakə verdi. Budur səmavi səltənətin sirlərini bilmə qabiliyyəti sizə verilməsi. Bu demək deyir ki, İsa Məsih atanın iki əhdi var. Birincisi doğuşda, ikinci isə yer üzərinə yenidən göylərdən doğulduqda verilmişdə əhd bağlayıb. Birinci dəfə, bizi belə öyrədiblər da ki, birinci dəfə doğuşda əhd bağlamısan, sonra təzdən ikinci dəfə yerdə göylərdən doğulduqda. Mən sənə demək istəyirəm, işıq həmişə səninlədir. O, həmişə, o həm girişdə, həm çıxışda və bu sənə yaxşı xəbərdir. Mən bunu bütün ürəyinizlə başa düşməyinizi və deməyinizi istəyirəm ki, bütün ürəyinizlə və düşüncənizlə başa düşüb, indi mənim arxamda deyin ki, işıq daima mənimlə olub. Ata daima mənimlə olub, mən heç vaxt oğulluğu dayandırmamışam. Çünki o atalığı heç vaxt dayandırmayıb, o heç vaxt ata olmağımı dayandırmayıb. Nə bəxtəvərdir bugünkü bu sözləri eşidən qulaqlar, nə bəxtəvərdir o bədənlər ki, bugün bu sözləri eşidir. Bugün nə bəxtəvərdir o ruhlar ki, bugün bu sözləri eşidir. Sən deyirsən ki, sən heç vaxt oğulluğu, qızlığı dayandırmamısan. Gör, məyər ata dayandırır, gör, ata səndən də möhkəm qışqırır, günəş vasitəsilə, ay vasitəsilə, bütün kainat vasitəsilə qışqırır ki, mən atalığı dayandırmamışam, özünə qayıt, özün ol. Dinən, işıq daima mənimlə olur. Bizə bilik veriblər. Bizə ilk biliki nə vermişlər? Bizə ilk biliki vermişlər ki, biz Adəmdə idik, o vaxt Adəmdə idik, indi isə İsadayıq. Mən isə daha yüksək bilik sifariş verirəm sənin üçün. Mən isə daha yüksək düşüncə istəyirəm sənin üçün. Mən sadəcə həmişə İsa'da olmuşam. Mən həmişə İsa'da olmuşam. Sadəcə denən beynimdə səhv bir şeylər baş verdi. Beynimə səhv fikirlər gəldi. Mən həmişə İsa'da olmuşam. Mən İsa'sız olmamışam. Çünki günahkar oğul məsəli ancaq yaxşı bir atanın mərhəmət etdiyi bir məsəl deyil. Bu demək deyil ki, bu günahkar oğul məsəlində biz görürük ki, burada bir mərhəmətli ata var. O məsələdə başqa şeylər var. Və o məsələ başqa şeyləri sən açacağam. O məsələdə daha nə var bugün? Oğul qaydanda ata dedi, ölmüşdü, indi dirildi, itmişdi və tapıldı.
Əsmər xanım, mikrofonu bağlayında xahiş edirəm. Və biz orada görürük ki, hətta böyük qardaş kiçik qardaşa hisslərif deyir. Bax, sənin bu oğlun var ha. İndi mənə deyirlər da, o orada kiçik qardaş, böyük qardaş yadınızdadır da, böyük qardaşa hissləri deyir ki, sən bu oğlun var ha, sən bu oğlun. İndi mənə deyirlər ki, bu Elşən var ha, özünə Allah deyən Elşən var ha, insanları seviyorlar, bu Elşən var ha, bu Elşən. Ay dədəm var. O böyük qardaş, balaca qardaş, sevinməkdənsə ki, qardaş evə gəlib, qardaş Allahdan ürşətə gəlib, qardaş evdə deyib, bizim sıramızda, bu Elşən var ha, bu Elşən var, belə şey ondan ayrıldım var. Ata isə nə deyir? Ölmüşdü, indi dirildi, itmişdi, tapıldı. Başa düşür, sənin söhbət nədən gedir? Onlar deyirlər ki, kiçik qardaş, böyük qardaş deyən kimi, bax, sənin bu oğlun var ha. Dindar qardaş, böyük qardaş, bax, bu dindar dünyanın surətidir. Bax, böyük qardaş var ha, o dindar dünyanın surətidir. İndi dini dünya bu yolda, elə bil bu məsləkdə böyük qardaşdan daha pisdir, başa düşürsən? İndi bugün dini kilsələr bu məsləkdə, bu yolda böyük qardaş var, deyir, balaca qardaşa, ata, sən bu oğlun var ha, o yedi, içdi, dağıtdı, döydü. Daha pisdir. İndiki bugünkü kilsə təlimi, bu dünyada olan kilsə strukturası, bax, bu böyük qardaşdan daha pisdir. Nəyə görə deyirəm? Nəyə görə deyirəm daha pisdir? Çünki fəriseylər o zaman indiki fəriseylərdən daha ağıllı və daha insani idilər. Göstərəcəm harada. O vaxtki fəriseylər bugünkü kilsə fəriseylərindən, sadukeylərindən ürəkləri daha yumşaq idi. Nəinki bugünkülər. Çünki o devrin fariseyləri başa düşdülər ki, İsa özünü Allahın oğlu adlandıraraq, özünü Allaha bərabərləşdirir. Özü barədə Tanrı kimi danışır. O vaxtki fəriseylər bunu başa düşdülər. Bugünkü fəriseylər isə, bugünkü dini fəriseylər, kilsə fəriseyləri, dindar fəriseylər isə bunu hələ anlamırlar. İndiki fəriseylər isə bununla mübahisə edirlər. Şəxsən mənə əsəbləşirlər ki, mən özümü Allaha tay tuturam. Eşidirsən? Mənə hirslənirlər ki, mən özümü Allaha tay tuturam, xahiş edirəm, qulaq as. Sənə sözüm var. Və sonra bu çarxa qulaq asanlara sözüm var, hansı ki, mənə əsəbləşənlər ki, mən özümü Allaha tay tuturam. Sənə sualım var. Sənə böyük sualım var bugün. Məyər yazılmayıb ki, mən Elşən Allaha oxşar və bənzər yaradılmışam? Sənin problemin nədir? Sizin probleminiz nədədir axı? Sizin probleminiz sizin daxilinizdədir. Çünki orada yazılıb ki, kifayət sən Allaha oxşar və bənzər yaradılmışsan. Zəminə sən Allaha oxşar, bənzər yaradılmışsan. Burada olan insanlar orada yazılıb ki, sən Allah və sizin probleminiz nədədir axı? Ki, mənə hirslenirsiniz, mən özüm öz ideyamı, öz fikrimi demirəm. Mən mənim barəmdə olan fikri səsləndirirəm, fikri canlandırıram və nəyin ki fikri səsləndirib canlandırıram, o fikri yaşayıram. Sizin probleminiz nədədir axı? Axı yazılıb ki, mən Elşən Allaha oxşar və bənzər yaradılmışam. O vaxtı fəriseylər başa düşdülər ki, günahkar oğul evə qayıtdı. Onlar ona qarşı, bəli, qəddar davranırlar. Bəli, oğuldur, ancaq günah etdi.
Onlar demirdilər oğul deyir, onlar deyir ki oğuldu. Amma günah etdi. Onun oğlu olduğunu inkar etmirdilər. Onlar Allahın oğlu olduğunu inkar etmirdilər ki, İsa Allahın oğludur. İndiki fəriseylər isə, indiki kilsə fəriseyləri Allahın oğlunu inkar edirlər. Ha kişinin oğlu, ha kişinin qızı. Sizin probleminiz nədədir? Sizin probleminiz hardadır? Siz nəyə görə fikirləşirsiniz ki, Elşən Allahın oğlu deyil? Axı belə yazılıb. Axı mənim barəmdə yazılıb ki, mən ona oxşar və bənzərəm. İndiki fariseylər isə inkar edirlər. Oğul mənəm, eşidirsən? Mən sənə deyirəm ki, oğul mənəm, evə qayıtmışam. Sən niyə gözünü yumursan axı? Məni niyə görməmək istəyirsən axı? Axı mən oğulam. Axı mən evə qayıtmışam, o oğul mənəm. Mənəm deyəndə sizi deyirəm, uşaqlar, bilirsiniz onu, hamımızı deyirəm. Mən burada şəxsidən söhbət getmir. İsa onlar barəsində nə deyir? Ki, onlar şeytanın evlatlarıdır. Onlar məhv olmuş evlatlardılar. Onlar ölümü seçdilər. Və ən əsası odur ki, o dövrün fariseyləri daxildə başa düşdülər ki, günahkar oğul, diqqətli ol, günahkar oğul olaraq qalır. O günah eləsə belə o oğulluqdan məhrum olmur. Günah oğlu, xoş xəbər var sənə, günah oğlu oğulluqdan dayandırmır, eşit, halleluya. Sevinə bilərsən buna. Heç nə səni oğulluqdan dayandıra bilməz. Çünki sadəcə oğul tövbə edəndə oğul olmadı. Oğul tövbə edərək oğulluğa girmədi. O tövbə edənə qədər oğul idi. O həmişə oğul olub. O əvvəlcə olduğu atasının evinə yenidən qayıtdı. O harasa təzə yerə gəlmədi. O yerə qayıtdı ki, əvvəlcə oradaydı, o atasının evinə qayıtdı. Ona görə yazılmışdı ki, səmavi Yeruşəlim isə azaddır, o bizim anamızdır. Hamımızın anasıdır. O bu dünyaya yuxarıdan gəldi, göylərdən gəldi, yüksəkdən gəldi. Yəni yüksək fikirdən, yüksək düşüncədən gəldi. Onun üçün deyir ki, amma mənə bir bədən hazırladın. Ay Allah, sənin iradəni yerinə yetirim. Və biz görürük ki, sonra bu oğul yolunu azdı, atasının evini unutdu, kör oldu. Müxtəlif işlərlə məşğul olmağa başladı, pis işlərlə məşğul olmağa başladı. İndi deyin mənim arxamca, o oğul olmaqdan dayandı ya yox? Xahiş edirəm, cavab verin. O, bunlar edərək oğul olmaqdan dayandı. Bizə isə deyirlər ki, sən günah eləmişsən, cəhənnəmə gedirsən, atanın oğlu nə edir etsin, cəhənnəmə gedə bilməz. Nə gözəllikdir bugün kəlamlar bizə açılır. Nə gözəllikdir bu həqiqətlər bizə açılır bu günlərim. O, oğul olmaqdan dayanmadı. Böyük qardaşın ağzı ilə bir daha təkrar edirəm. Bilirsiniz də, böyük qardaş da, bu oğlun. Böyük qardaş belə dedi, sənin bu oğlun var ha. Pozğunlarla bütün mülkü xərcləyib dağıtdı. Getdi, pozğunluq elədi, nə bilim, yedi, içdi, dağıtdı. Sənin bu oğlun var ha, sənin bu oğlun var. Bu böyük qardaşın ağzından danışdım mən, bu bizlik deyil. Amma o isə deyir ki, ölmüşdü, dirildi, itmişdi, tapıldı və oğulluq heç vaxt dayanmayıbdı. Və belə olur ki, sadəcə Allahın oğlu gedir və bir səhv hərəkətlər edir, səhv işlər görür. Ata deyir, bəli,
o özünü ölü kimi aparır. Ancaq özünü mənim oğlum olmağı dayandırmıyor o. O dayandırmadı heç vaxt. O özünü ölmüş kimi apardı. Özünü itmiş kimi apardı. Amma o heç vaxt mənim oğlum olmaqdan dayanmadı. Və bil bunu, əziz qardaşım və bacım, həmişə geri qayıtmaq, özünə gəlmək üçün yol var, vaxt var. Özünə gəl. Və biz bundan danışırıq ki, sən özünə gəl. Sən onlayn ol. Sən açıq ol. Bilirsən, bir vaxtlar dünya yaranmazdan qabaq Allahla insan arasında bağlantının kəsintisi yox idi. Wi-Fi'nin kırılması, Wi-Fi'nin olmaması, online olmama yox idi. İnsanla Allah arasına online olmağı dayandıran bu dünyavi işlər idi. Allahın oğlu olmamaq barəsində düşüncələr idi. Onlar idi, internet qırılırdı. Onlar idi, əlaqəni qırılırdı əlaqələr. Və bu günlərin mən sənə bütün bu arada olan, qırıntı yaradan səbəbləri aradan qaldırmaq, onları yox etmək statusuna çağırıram. Online ol. Daim onun üçün açıq ol. Daim onun üçün açıq ol. Daim qoy sənin onunla əlaqən açıq olsun. Qoy daim ürəyinin vəziyyəti onunla açıq olsun. Sənə çox lazımdır bu. Sənə çox lazımdır bu ki, sən bu aralıqda olanı götürəsən. Sənə lazımdır, eşidirsən, onsuz da ata səninlə bilirsən hansı vəziyyətdə yaşayır. O səninlə o vəziyyətdə yaşayır ki, ara açıqdır, daim münasibət var. O statusda yaşayır. Ona görə də sənə özünə qayıtmaq lazımdır. Sənə özünə gəlmək lazımdır. Bu barədə çoxlu fikirlərim var. Və bu günlərim artıq 40 dəqiqədə biz danışırıq. Evə qayıtmaq çünki həyatdır. Və onun üçün də sənə sual vermək istəyirəm. Və mənə cavab verin, görüm. Əgər insan oğul olmaqdan dayanmırsa, tövbə ona nə edə bilər? Bizə öyrədilən tövbə nə? Mən oğulamsa nə tövbə? Mənə sadəcə başa düşmək lazımdır. Mənə düşüncəmi dəyişmək lazımdır. Azərbaycanlılarda var, a tövbə bu belədir, a tövbə. Nə varsın, xalqı elə öyrədiblər. Tövbə biz başa düşdük ki, özünə gəlmək deməkdir. Buna görə də tövbə metanoya, yəni ağlın 180 dərəcə geri çevrilməsidir. Ağlın tam çevrilməsidir, özünə qayıtmaq deməkdir. Çünki günahkar oğul düşündü, özünə gəldi. Yəni bu təbiətlə deyil, ağılla baş verir, başa düşürsən? Özünə gəldi və evə getməli, evə qayıtmağı olduğunu xatırladı. Və öz-özünə dedi ki, mənim atam var və mənim atamın hər şeyi var. Halleluya. Mənim atamın hər şeyi var. Atamın var dövləti də var. Oğlanın başında zədə olmasına baxmayaraq, o günahkar oğlun elə bir kontuziya alıb da deyək, nəsə bir zədə olduğuna baxmayaraq, özünə gəldiyinin əlamətlərindən biri, yəni əsl təbiətinə qayıtmağıdır. Yəni sən nə qədər günahkar olsan belə, özünə gəlməyinin bir əsas səbəbi sənin öz təbiətinə, özünü, kimin oğlu, kimin qızı olmağın bilməyindir. Özünə gəlməyin əlamətlərindən biri evə qayıtmağındır. Özünə gəlməyin əlamətlərindən biri qolluğun burada, evdə, atada olduğunu bilməkdir, onu anlamaqdır ki, atadadır hamısı. Çünki əksər məsihçilər hər yerdə bolluğun olmağına inanırlar. Amma bizcə
atada inanmırlar. O kəslər ki bugün buradadılar, onlar bütün bolluğun Allah'ta olduğuna inananlar da buraya yığılıblar. O kəslər ki inanmırlar, onlar hardasa axtarırlar o bolluğu, o var, o dövləti. Məndən incimə, bu belədir. Və əsas budur. Özünə gəlməyin əlamətlərindən biri ki, sən başa düşürsən ki, bolluq atadadır. Ata olduğunu, bolluğun atada olduğunu bilməkdir. Əksər məsihçilər ora-bura gedir, donuzları otarmağa gedir və ya başqa bir şey etməyə gedir. Ancaq bolluğun atanın evində olduğunu anlamırlar. Mən başa düşürsən, hara vururam söhbəti? Mən başa düşürsən, hara vururam işarəni? Və denən mənim arxamca, indi özünə denən bilirəm, bolluq atamın evindədir. Denən mən bilirəm, bolluq atamın evindədir. Təsəvvür edin, özünə gələn günahkar oğlun inamı nə idi? Təsəvvür edirsən, nə boyutda günah edən oğlun inamı nə idi? Nə boyutda günahlar edən oğlun inamını sənə göstərəcəm indi. Onun inamı o idi ki, sərvətin yarısını götürdüm və dağıtdım. Atamın sərvətinin yarısını taribar elədim. Uzun illər burada olmamışam. Amma dəqiq bilirəm, bolluq atamın evindədir. Bu idi günahkar oğlun inamı. Ki mən bilirəm, hər şey atamın evindədir, bolluq atamın evindədir. Mən evə qayıtmalıyam, mən özümə qayıtmalıyam, mən online olmalıyam, mən açıq olmalıyam hər an onu eşidə bilmək üçün, onu görə bilmək üçün. Çünki praktik olaraq bu bolluq atada heç vaxt azalmır, onda həmişə bolluqdur. Çünki ata heç vaxt uduzmur. Müqəddəslər, sizə deyirəm. Sizə demək istəyirəm ki, bu düşüncə ilə bir çoxunuz hələ də başınızda qıfıllar var ki, bolluq atadadır, yoxsa yox. Anlamırsınız ki, bolluq atadadır. Onda çox şey var. Həqiqətən sizin üçün pul, imkan, sağlamlıq, hamısı atadadır. Mikrofonu bağlayın da. Mikrofonu xahiş edirəm, bağlayın da. Kimdə musik oynayır orada? Hələ sizə yeni təzə sözlərim var, açıqlamalarım. Yorulmuşsunuz yoxsa yorulmamışsınız? Buradasınız. Yorulmamışsınız. Aleluya, Rəbbən izzət olsun, ata və mən birik. Ona görə demək istəyirəm ki, həqiqətən sizin üçün pul, var, dövlət, sağlamlıq, imkan çoxdur. Əgər bu sizi sevindirmirsə, onda siz hələ özünüzə gəlməmişsiniz deməli, özünüzə qayıtmamışsınız. Çünki sən özünə qayıtdığın an onu görəcəksən, o səndədir, o evdədir. Mən başa düşürsünüz nə deyirəm? Ola bilər ki, sən bu günlərin bunu hələ yaşamırsan, amma əsas o ki, olmasa anlayasan. Başa düşürsən ki, mən nə çatdırmaq istəyirəm? Başa düşürsən ki, içimdəki olan Allah sənə nəyi çatdırmaq istəyir, nəyi demək istəyir? Ona görə də özünə bax, əgər sevinmirsənsə bu şeylərə görə, deməli sən özünə gəlməmsən. Bəli, sənin oğulluq, qızlıq təbiətin var. Lakin sən hələ tam özünə gəlməmsən. Bəli, sən oğul və qız olmaqdan dayanmamsan. Amma sadəcə hələ evə qayıtmamsan, özünə qayıtmamsan. Özünə gəlmək, bu bilməkdir ki, atada bolluqdur. Özünə gəlmək, anlamaq, dərk etmək deməkdir ki, atada bolluqdur. Bəziləri deyir, mən inanmıram ki, atamda mənim üçün bolluq var. Əgər o mütləq deyil ki, sən onu sözünlə deyəsən.
Sən davranışınla, fikrinlə, sən bazar günü bura qaçmağınla deyirsən ki, bolluq atadadır ya atada deyil. Sən bazar günü bura, mən demirəm ki, sən gəl bazar günü təhcə mənə qulaq as. Açıqdır, burada səni tutub saxlayan yoxdur. Bazar günü də doludur Rus dilində, İngilis dilində, Azərbaycanda, Türk dilində kilsələr həmişə çıxışlar edirlər. Azadsan, baxa bilərsən. Amma sən deyirsənsə ki, başqa yerə gedirsənsə, bununla sən deyirsən ki, mən inanmıram ki, mənim üçün bolluq atadadır. Və mən sənə demək istəyirəm ki, bu dəqiqdir ki, sən özündə deyilsən. Sən özündə deyilsən. Çünki hələ bilmirsən. Onun üçün də özünə sual ver belə olanda. Özünə sual ver ki, mənimlə nə düz deyil axı? Mən harada hələ özümə gəlməmişəm axı? Özünə deyən ki, özünə gəl. Bolluq atadadır. Ata özü bolluqdur. Mən bu bolluq yerinə gəlirəm. Mən atamın yanına gəlirəm. Mən gələndə atamın yanına gedirəm. Çünki günahkar oğul qaydanda ata dedi, oğlum özünə gəldiyinə görə şənlənmək lazımdır. Sən hələ sən deyilsənsə, sevinç içində deyilsənsə, özünə gəlməmişsən, sevinç başlamayıb, başa düşürsən. Ata özü dedi ki, oğlum ölmüşdü, dirildi, özünə qayıtdı, indi buğanı kəsək, yey, içək, şənlənmək lazımdır. Vav, nələr danışıram mən, halleluya, halleluya. Və bu bir zəfər əlaməti idi, qələbə əlaməti idi. Bu özünüzdə olduğunuzun əlamətlərindən biridir, sevinç, sevinmək. Sən həmişə sevinç içindəsən, sən sevinclisən. Çünki sən özünə gələn kimi atanın özü sənin üçün bu bayramı, bu sevinci təşkil edir. Başa düşürsən, oğul evə qaydanda, oğul bayram, oğul sevinci təşkil eləmədi. Ata özü təşkil elədi oğul üçün. Sən də özünə gələn kimi, ata sənin üçün sevinç yaradır. Başa düşürsən məni, eşidirsən məni. Vah. Vah. Oh, halleluya. Ata özü sənin üçün sevinç yaradır. Ata özü deyir ki, kökəldilmiş buğanı gətirin, kəsin. Sevinib şadlanağın. Bu sənin özünün özünə qayıtmağının bir əlamətidir ki, sən sevinçlə dolusan. Mən bundan açıq daha sənə necə anladım, sənə necə açım danışım bunu? Atanın özü sənin üçün bayramı təşkil edir. Əgər sən heç bir bayram görmürsənsə, deməli sən özünə qayıtmamısan, sən özündə deyilsən, sən evə qayıtmamısan, sən evdə deyilsən, sən ataya qayıtmamısan, atada deyilsən, sən deyə bilməzsən ki, atam və mən birik. Ona görə də günahkar oğul haqqında məsələ oxuyun, araşdırın, öyrənin və göylərdən doğuş haqqında hər şeyi başa düşəcəksiniz. Orada böyük bir aləm var, özünə qayıtmaq barəsində. Çünki yenidən doğulmaq özünə gəlməkdir. Çünki sən əvvəllər göylərdən doğulmusan, ancaq ölülərin yığıncağına düşmüşdün. Ağıl yolunu azmış bir adam idin. Ölülərin yığıncağına düşdün, orada ölü hərəkətlər edirdin. Bircə ata üçün ölüydün. Ataya lazım olmayan və sənə lazım olmayan hər şey üçün diriydin. Çünki günahkar oğul o evdən çıxanda, günahkar oğul evdən çıxanda o özündən çıxdı. Başa düşürsən? İndi sən günahkar oğul olaraq, günah edən oğul olaraq sən özünə qayıtmalısan. Yəni evə, o evdən çıxan kim özündən çıxdı. Başa düşürsən? Deyir, zinakar qadın ayaqları evdə yaşamayan qadındır. Yəni zina, aldatma bu ayaqların evdə yaşamamasıdır. Və bu ev sənsən. Çünki özündə olmamaq
özünə qayıtmamaq zina etmək deməkdir. Necə? Çünki özündə olmamaq hər yerdə yaşamaq deməkdir. Ancaq özündə yaşamamaq deməkdir. Daxili həyatı yaşamamaq deməkdir. Nəfəs almamaq deməkdir. Mənim arxamda dinən və qoy bir sənin yadında qalsın, denən nəfəs almaq özünə gəlməyin ən gözəl yoludur. Nəfəs almaq özünə gəlməyin ən gözəl yoludur. Və bir anda oğlum nəfəs aldı, yəni özünə gəldi. Onu demək istəyir ata. Onu demək istəyir İsa günahkar oğul məsəlində. Gözlərini göyə qaldırdı və ata ilə heç bir əlaqəsi olmadığını başa düşdü. Ona görə də bəzən gözlərinizi göyə qaldırıb düşünmək lazımdır ki, göylə, Allahın oğlunun dünyası ilə əlaqəm varmı, yoxsa yoxdur? Allahın oğlunun dünyası ilə mən əlaqədəyəmmi? Çünki o göylərə baxıb, həyatına baxıb, özünə baxıb, atasına nə dedi? Günahkar oğul. Dedi, mən göyə qarşı günah işlətdim və sənin qarşında günahkaram. O deməkdir ki, səmavi şeylərlə bağlı bir səhv baş vermişdi. Bu, səmavi şeylərlə bağlı bir şeylər səhv baş verəndə, bu atanıza qarşı günah yaratmaq vəziyyətidir. Və bu, səmavi şeylərlə bağlı bir səhv baş verməsi, bu, bolluq, maliyyə, yemək üçün yanına gəlməyinizə mane olur. Bunlar üçün atanın yanına gəlməyinizə sizə mane olur. Barmağınıza üzük taxılmasına imkan vermir, mane olur. İnsanlar oturub yenidən doğulmağı gözləyirlər. Çünki haradan gəldiklərini bilmirlər. Sən göylərdən gəlmişsən. Çünki əgər sən heç vaxt göylərdə olmamsansa, sən heç vaxt orada olmamsansa, günahkar oğul olmaqla atanıza necə qayıda bilərsiniz? Başa düşürsən? Sən hara qayıtdı? Günahkar oğul hara qayıtdı? Başqa bir evə? Xeyr. O çıxdığı yerə qayıtdı. O hansı evdən ki çıxmışdı, ora qayıtdı. Sən hardan çıxmırsansa, ora qayıtmırsan. Ona görə ki, sən əvvəl orada olmuşsan, bu onu sübut edir. Sən başqa heç yerdə olmamışsan. Ona görə də yeni insanlar bizim bu səmavi səltənət qrupuna gələndə mən onlara nə deyirəm? Deyirəm, evə xoş gəlmişsiniz. Çünki görürəm ki, sən yeni bir yerə gəlmişsən. Sən yeni bir yerə gəlməmişsən. Sən evə qayıtmışsan, başa düşürsən? Sən bu səmavi səltənət qrupuna gələndə, sən yeni bir yerə gəlmirsən. Sən elə evə gəlirsən, haradan çıxmışdınsa ora gəlirsən. Çünki sən gedib orada, burada kilsələrdə bəlkə də elə səhv fikirlərlə, səhv düşüncələrlə azmışsın, heç bilmirdin, ora gedirdin. Və bununla sən yeni bir yerə gəlmirsən, səmavi səltənət qrupuna gələndə, sən evə qayıdırsan. Çünki sən səmavisən, onu görə də səmavi səltənətdəsən. Ancaq din, demək istəmirəm, amma qoy deyim, din, bu dindarlıq, kilsədə olan dindarlıqlar isə ölümü evə qayıtmaq adlandırmaqdan yaxşı bir şey düşünüb tapa bilmədilər. Onlar adlandırdılar ki, sən öləndə evə qayıtırsan. Onlar ölümü evə qayıtmaq adlandırdılar. Eşidirsən məni? Dindarlar öyrətdi ki, sən ancaq ölüb evə düşə bilərsən. Kilsələr bu təlimi keçdilər ki, sən öləndə, dindarlıqlar öyrətdi ki, sən ancaq ölüb evə qayıda bilərsən. Amma sən ölməmiş artıq evdəsən.
ata evə günahkar oğlun qayıtmasını, bizim atamız, Allahımız evə günahkar oğlun qayıtmasını həyat adlandırır. Evdən çıxmağı isə ölüm adlandırır. Başa düşürsən, ölüm və həyat nədir? Ata ilə olmağı o həyat adlandırır. Atanın atadan çıxmağı isə ölüm adlandırır. Torpağın altına qoyub çürüməyi ölüm adlandırmır. Axı yazılıbdır, mən demirəm, siz oxumusunuz, ölmüşdür, diri, necə oldu? Yəni evə qayıtmaq. Halleluya, evə qayıtmaq həyatdır. Evə qayıtmaqdır dirilmək. Evdən getməkdir ölmək. Ölmək torpağın altına girib, qurtlar cisimi yemək deyil. Ata ilə olmamaqdır evdən getmək. Ona görə də mən bugün sizə deyirəm, ata günahkar oğlun evə qayıtmasını həyat adlandırır. Evdən çıxmasını isə ölüm adlandırır. Ancaq din isə ölümü evə qayıtmaq adlandırmaqdan daha yaxşı bir şey düşünmədi. Ki ancaq ölüm evə qayıtmaqdır. Xeyr, ancaq ölümlə biz ölüb ancaq Allahla görüşə bilərik. Xeyr, elə adlandırmır Allah. Sənin bütün düşüncələrini, fikirlərini bağlı elan edirəm. Bu fikirdə olan hər bir pastor, hər bir təbliğçini. Çünki aç, oxu kəlamı, ata evdə olmağı həyat, olmamağı ölüm adlandırır. O deyir ki, ölmüşdü, dirildi. Yəni evdə deyildi, indi evdədir. İtmişdi, tapıldı. Yəni evdə deyildi, indi evdədir. Açıq aydın yazılır. Sən artıq dirilmisən, çünki evdəsən. Sən artıq evdəsən. Halleluya. Ona görə də mən bugün sizə deyirəm, özünüzə gəlin. Özünüzə qayıdın. Gəlin, dua edin. Sənə təşəkkür edirik. Sən evdə olmağı həyat, evdə olmamağı ölüm adlandıran kamil atamızsan. Ürəyimizə yağ kimi yayılır bu fikir. Çünki həmişə evə qayıtmağı ölümlə əlaqələndirmişik ki, biz öləndə evə qayıtacağıq. Biz çox səhv düşünmüşük. Biz minnətdarıq ki, bugün bu yeni düşüncələr, yeni fikirlər, bu son zamanda, bu 2000 ilin sonunda, 2000 illik təlimin sonunda sənin yeni düşüncələrin, yeni fikirlərin bizlərə açılmağa başlayır ata. Və artıq başlamışdır, çünki səmavi səltənətin sirlərini bilmə qabiliyyəti bizə verilib. Bizə verilibdir. Denən mənə verilibdir. Səmavi səltənətin qabiliyyəti mənə verilibdir. O məndədir. Mən anlayıram ki, evdə olmaq həyatdır, evdə olmamaq ölümdür. Məni ölümlə qorxuzmuşdular. Məni torpağın altı ilə qorxulmuşdular. Bugün isə mən dərk edirəm, ölüm nədir? Ölüm ata ilə olmamaqdır. Dirilmək isə həyatdır, yəni ata ilə evdə olmaqdır. Sən ucasan. 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 Ucasan Rəbbim. Biz ucasan, 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 Rabbimiz ucasan. Halleluya, 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 halleluya. Ata və mən birik, ayrılıq yoxdur. Ev var. Mən o evdəyəm və o ev mən özüməm. Çünki atam və mən birik. Mən atam və özüm üçün evəm. Özüm, arxamca təkrarla dinəm, mən özüm üçün olan öz evimdəyəm.
mən özüm üçün ayrılan öz evimdə yaşayıram. Mən evdəyəm. Mən özümə qayıtmışam. Mən evə qayıtmışam. Yəni mən həyata qayıtmışam. İsa Məsih demədi ki, ölməmək üçün mübarizə aparın. İsa Məsih demədi ki, xəstələnməmək üçün mübarizə aparın. Bir cəbhə qurun ki, ölməyəsiniz, cəbhə qurun ki, xəstələnməyəsiniz. O dedi ki, mənsə gəldim ki, onlarda həyat, bol həyat olsun. İndi həyatın səndə olması barədə bir həyat qur. İndi həyatın səndə olması barədə ancaq düşün, fikirləş, başqa heç nə. İsa gəlmədi sənə nəsə proqram yazsın, İsa gəlmədi sənə nəsə bir kilsə proqramı yazaraq, kilsə statusu yazaraq səninlə nəsə etsin. O gəldi ki, səndə həyat olsun. O sənə heç nə gətirmədi, o bir dənə sənə həyatı gətirdi. O gətirdi ki, səndə ev olsun, sən evdə ol. Evə özünə qayıtmaq, həyata qayıtmaqdır, evə qayıtmaqdır, eşidirsən? Halleluya. Bir düşün bu barədə. Mənsə gəldim ki, onlarda həyat, bol həyat olsun. Heç nə ilə mübarizə aparma. Həyatın səndə olması barəsində belə bir mövqedə yaşa. Bu statusda yaşa. Bu zirvədə yaşa. Həyat səndədir. Həyat səndədir. Eşidirsən? Özü deyir, Yahya 10-cu fəsil 10-cu ayədə aşkar şəkildə deyir ki, mənsə gəldim ki, onlarda həyat, özü də bol həyat olsun. Həyat səndədir, əziz qardaşım, bacım. Həyat səndədir, gözəl insan. Həyat səndədir, Rəbbin izzəti, yer üzərində gəzən izzəti. O sənsən. Rəbbin yer üzərində gəzən səltənəti, o sənsən. Rəbbin yer üzərində gəzən padşahlığı, Rəbbin yer üzərində gəzən səmavi səltənəti, o sənsən. Bax, bax, içinə bax, bax, görəcəksən hamısını, bax. O sənsən, hər şey səndədir. Çünki sən ev oldun, sən başını qaldırdın. Çünki kəlam deyir ki, başlarınızı qaldırın, ey qədim darvazalar. Şah gəlir, daxil olmağa padşah gəlir. Sən isə başını qaldırdın, o səndən daxil oldu. Halleluya! O həyat sənsən, o aləm sənsən, o dünya sənsən. Bax, bax öz həyatına, bax özünə, bax daxilinə. Halleluya! Ata və mən birik.